Salam, hər vaxtınız xeyir olsun. Bu gün olan Avroliqa təxminlərimi qeyd edəcəm. Təxminləri də keçməmişdən öncə dünənləri 17 oyun qeyd eləmişdim. 13-sü uğurlu oldu YouTube kanalımda. TikTokda isə 9 dənə oyun qeyd eləmişdim Avroliqanın oyunları. Bir dənə əsas nöqtə bu Midtjylland Sturm Graz oyununda qapı çərçivəsinə Tom Harvardın bir zərbəsi gəldi, 1.87 əmsal idi. Onun 2+ qapı çərçivəsinə sadə zərbəsində qeyd eləmişdim, 1.50 əmsalına. Bu seçim gəlibdi. Missidə çoxunuzda X düşübdür, amma yazın baxılacaq və çox güman ki, kuponu qeydə alacaq. Çünki qapı çərçivəsinə həmin oyunçunun 2 dənə zərbəsi gəlib. Bir qeyri-dəqiq və bir dəqiq zərbəsi gəlib. Bu da 2 zərbə sayılır. Bir də Dorperetzin də qapı çərçivəsinə zərbəsi gəldi. 1.80 əmsalına. Oyun başlayana da yaxın 2 əmsaldan yuxarıda hər iki seçim. Həm Tom Harvardın bir dəqiq zərbəsi, həm də Dorperetzin qapı çərçivəsinə bir dəqiq zərbəsi. 2 əmsalla bunlar uğurlu oldu. Keçək bu gün oyunlarına. Bu günlərdə 9 dənə oyun qeyd eləmişəm. Geniş kuponlara gedən seçimləri isə YouTube kanalımda qeyd edəcəm. Birinci oyunumuz Lille-Bran, Lille qələbə, Utrecht-Lyon, kün zərbələri toplam 8.5 üst. İngilis FCSB, qonaq komanda 0.5 üst. Aston Villa, Bologna, SK hər hansısa qazanar bəli. Ferencvaroş, Viktoria Pilsen, kün zərbələri 8.5 üst. Rangers, Genk, toplam qollar 2 üst. Salzburg, Porto, gol. Stuttgart, Celta, oyun başlamağına az qalmış heyətlərə baxın. Stuttgartın heyətində əsas heyətdə hücumçu kimi Ermedin Demirovic çıxış edərsə onun bir qolunu götürə bilərik. 2.40 əmsaldır. Young Boys, Panathinaikos, kün zərbələrin qazanar Young Boys. Uğurlar, bol şanslar, yenə diqqətli seçimlər edin ki, kuponlarınız uğurlu olsun. Əsas odur öz təxminlərinizə, öz analizlərinizə üstünlük verin.